Keçmiş Sovetski ərazisində Mərkəzi Parkın genişləndirilməsi layihəsi davam etdirilir. Ərazidə geniş yaşıllıq zolaqları, süni göl, idman və mədəni tədbir zonaları, uşaqlar üçün oyun meydançaları, həmçinin qapalı avtomobil dayanacağı yaradılacaq. Məqsəd sakinlər üçün ekoloji cəhətdən təmiz və rahat ictimai məkanın yaradılmasıdır. İndiyədək Mərkəzi Parkın 36 hektarlıq ərazisi ictimaiyyətin istifadəsinə verilib. Növbəti mərhələdə əlavə olaraq təxminən 21 hektar ərazinin yenidən qurulması və layihələndirilməsi nəzərdə tutulur. Həmin ərazilərdə 100-dən artıq tarixi binalar, onların içərisində məscidlər, hamam, kitabxana və digər qədim tikililər var ki, həmin tikililərin qorunub saxlanılması, həmin tikililərin restavrasiya olunması, digər ərazilərin sökülməsi isə gələcəkdə turizm baxımından ölkəyə turizm axınının sürətlənməsi ilə bərabər həmçinin Orta əsr Bakısının gələcək nəsillərdə qorunub saxlanılması ilə nəticələnəcəkdir. Mərkəzi Parkın genişləndirilməsi zamanı uzun illərdir bu ərazidəki köhnələn və sıradan çıxan infrastruktur tamamilə yenidən qurulacaq. Baş plana əsasən Təzəpir məscidi ətrafındakı tarixi məhəllə də müasir şəhərsalma standartlarına uyğun abadlaşdırılacaq. Bu ərazidə həm dövlətin xüsusi mühafizəsində olan tarixi abidələr, həm də abidə statusu daşımayan, lakin tarixi dəyərə malik binaların bərpası və ümumi konsepsiyaya inteqrasiyası nəzərdə tutulur. Tarixi abidələrin sökülməsi nəzərdə tutulmur. Sökülən evlər yaşamaq üçün yararsız vəziyyətdə olanlardır. O binalara uzun Sovet dövründə heç bir ümumiyyətcə qulluq olunmayıb. Binalar çat vəziyyətdədir. Onların kommunikasiyası normal vəziyyətdə deyil. Və təbii ki, belə binalar sökülməlidir. Amma memarlıq abidələri, belə binalar var ki, onlar Azərbaycan, əcnəbi memarları tərəfindən çox gözəl şəkildə təbii ki, layihələndirilib, 19-cu əsrdə tikilib. Onlar memarlıq abidələrdir, dövlət tərəfindən qorunur. Təbii ki, onlara əlvuran yoxdur. Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətindən də ayrı 24-də bildirilib ki, əvvəlcədən sözü gedən ünvanlarda söküntü işləri ilə bağlı aidiyyatı dövlət qurumları ilə birgə yerində araşdırma aparıb. Tarixi abidələrin və yeni aşkar olunan abidələrin mühafizəsi məqsədi ilə onların siyahıları və müvafiq məlumatları aidiyyatı üzrə təqdim olunub. Ərazidə yerləşən dövlət mühafizəsində olan hər hansı tarixi mədəniyyət abidəsinin və yeni aşkar edilən abidənin sökülməsi nəzərdə tutulmur.